Sadəcə video düzəldərək minlərlə dollar qazana bilərsən. İzlə və öyrən. Ən tutarlı üsullardan birini göstərəcəm. Yəni internetdən pul qazanmaq istəyirsinizsə bu üsul sizin işinizə yarayacaq. Gördüyünüz kimi Google-a Fiverr yazdım. Fiverr.com yazaraq da daxil ola bilərsiniz. Baxın burada ilk çıxan sayta, yəni Fiverr.com saytına daxil olursunuz. Gördüyünüz kimi burada ətraflı şəkildə açılacaq. Siz burada mausun sağ düyməsi ilə klik edib saytı türkcə dilinə çevirə bilərsiniz. Bu zaman rahat bir şəkildə hər şeyi rahat oxuyub başa düşə bilərsiniz. Bizə burada biraz aşağı sürüşdürmək lazımdır. Baxın populyar xidmətlər deyir. Bizə burada video düzənləmə bölümü lazımdır. İndi burada bunu göstərəcəm. Tam başa düşəcəksiniz mənim nə demək istədiyimi. Bəli, gördüyünüz kimi burada video düzənləmə bölümünə girdim. Yəni video editing bölümünə girdim. Burada baxırsınız, özünüz də görürsünüz ki, YouTuberlar üçün və ya digər blogerlər üçün video montajlama xidmətləri sizi qarşılayır. Baxın bu ikinci olan elə ancaq YouTube üçündür. Baxın özü burada editlər falan edib onu göstərir sizə. Daha sonra digərləri də var burada. Ümumiyyətlə burada olanların hamısı video düzənləmə kateqoriyasıdır. Digərlərinə keçərək digər kateqoriyalara baxa bilərsiniz. Nümunə olaraq mən burada video editləməni göstərirəm, amma hamısını nümunə eləmək olar əslində. Baxın, misal üçün nümunə olaraq mən burada ən elə birincini göstərim. Baxın, yazır ki, 25 ABD dollarından başlayan qiymətlərlə. Yəni 25 ABŞ dollarından başlayan qiymətlərlə sizin üçün montaj edir və özü indiyə qədər 396 dənə montaj eləyib. Gəlin elə burada bunu sürətli şəkildə sizinlə bir yerdə hesablayaq. Ortaya bir qiymət çıxsın, daha sonra əsas məsələmizə keçək. Bəli, bizim burada əsas rəqəmimiz olan 396 rəqəmini kalkulyatora yazıram. 396 yazdım. Daha sonra 25 dollar rəqəm verilib burada. Yəni minimum 25 dollardır. Maksimum daha çox ola bilər. Baxıram montaja və montajın üstündə çalışılan işlərə 396-nı vururam 25-ə. Baxın, gördüyünüz kimi yazdım. 9900 etdi. Baxın, burada da qeyd olunub. Bu 9900 həmin istifadəçinin 396 dənə video montaj edərək qazandığı pulu bildirir. 9900 dollar qazanıb. Düzdür, bu daha da çox ola bilər. Səbəbi də odur ki, burada baxın qeyd olunub ki, 25 ABD dollarından başlayan fiyatlarla deyir. Daha çox pul da ola bilər burada. Gəlin biz elə sürətli şəkildə 9900 dolları çevirək Azərbaycan manatına, görək nə qədər pul edir. Bəli, gördüyünüz kimi 9900 dollar kaç manat olaraq yazdım Google-a. Burada əsas rəqəmimiz çıxdı 16830 Azərbaycan manatı olaraq bizi qarşıladı. Yəni bu pul həqiqətən də az miqdar deyil. Sadə şəkildə Fiverr-da və ya digər saytlarda özünüzü reklam edib, biliyinizi, bacarığınızı bu formada izləyicilərə göstərib rahat bir şəkildə pul qazana bilərsiniz. Yəni bu 16830 manat az pul deyil. Yəni bunu burada ciddi məsələ olduğunu indi başa düşəcəksiniz. Yəni mən burada video montaj eləməklə nümunə çəkdim. Burada hər cürə nümunə olaraq göstərmək olar. Baxın, Fiverr-ın ana səhifəsinə keçdim. Yenə buradan türkcə dilinə çevirdim. Baxın, web sitəsi gəlişdirmə deyir, yazılım gəlişdirmə deyir, SEO deyir. Hətta belə burada şəkil düzəltmək belə var. Daha sonra loqo tasarımı, baxın, az öncə qeyd etdiyim kimi web sitəsi tasarımı, yapay zəka gəlişdirmə, yəni hər cürə şey var burada. Nəydən anlayışınız varsa bu sayt vasitəsilə siz buradan pul qazana bilərsiniz. Yəni qısaca öz biliyinizi, bacarığınızı satışa çıxardırsınız. Sadə bir şeydir, çətin bir şey yoxdur burada. Gəlin sizə sadə və rahat formada bir nümunə göstərim, tam şəkildə başa düşəcəksiniz. Misal üçün baxın, mən buradan CapCut proqramına daxil oluram. Bəli, gördüyünüz kimi CapCut proqramına daxil oldum. Bəzi istifadəçilərin, yəni blogerlərin vaxtı falan olmadığına görə bu formada videolarını özləri montaj